11.000. Nəğd 11.000 və biraz arxaya zəhmət olmasa, biraz məsafə böyük deyil də. Girdiyin ev qutardı. Yəni elə bir ev çalmışam. Bir adamlıq 11.000-ə. Qiymətə də uyğun olaraq bir adamlıq 11.000. Nəsə, salamlayıram xanımlar və cənablar. Dəyərli vəzifə, pəncərəsi var. Həyət düzəlinəcək. Bax, həyət səliqəyə salınacaq. Həyəti biraz əlgəzdir. Burada bir də mətbəx. Fırlanan bir sənin evin içində. Evin içi biraz böyükdür, yəni fırlanmaq çətin məsələ. Qiymətə görə də mətbəx 11.000-ə. Hamam tuvaletin kafelə vurulacaq, qapılar qoyulacaq. Bura koridor. Burada da var bir dənə bizim belə bir otaq. Hardasa, bax deyirəm, xahiş edirəm, çox suala bilir. 1, 2, 3-ün 3-ə. 3-ün 3-ə bir dənə otaq, bir dənə girişdə mətbəx. Ev haqqında çox danışa bilərəm, amma yəni danışılası söz bu. Qapılar qoyulacaq evin. Bütün bir dənə qapısı var da, sən necə qapı elə bilirsən. Qapılar qoyulacaq. Ev yerləşir Qobda. Hökməli Lökbatan yolunda. Bax, evimiz yerləşir deyirəm sizə. Qobul Lökbatan yolunda. Kərpic zavodu keçdin, keçən kimi sağa döndün, düz getdin, sağa döndün də. Hə, yoldan hardasa 250-300 metr məsafədə. Qazı işığı suyu var, xəttlər yanındadır. Amma kim istəsə sayğaclı qiyməti at verilir. Sağ olun, var olun.